Tövhidin üçüncü növü də əsma və sifətdir. Yəni, Allahın ad və sifətlərində onu xüsusiləşdirmək. Yalnız və yalnız ad və sifətləri ona məxsus eləmək. Bu da ki, iki şey üzərində qurulub. Birinci, isbat eləməkdir, təsdiq, ikincisi də inkar eləməkdir. İsbat necə? Allah Subhanahu Quran-ı Kərimdə qeyd elədiyi ad və sifətlər ki, yoxdur. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm öz səhih sünnəsində qeyd elədiyi, yəni varid olan səhih sünnədə qeyd olunan ad və sifətləri qəbul edirik və onu olduğu kimi təsdiq edirik. Yəni Allah Subhanahu əgər hansısa bir adı Quranda və yaxud sünnədə təsdiq eləyirsə, biz ona iman gətiririk. Eləcə də sifət. İnşallah tövhidin bu növü uzundur, yəni həmçinin biraz çətindir, yəni qısa şəkildə qeyd edirik. Əsma və sifət sonra inşallah keçərik. İkincisi isə inkar eləməkdir. İnkar nədir? Yəni Allaha oxşarlığı inkar eləyirik. Məsələn, deyirik ki, Allahın adları var. Həmçinin sifətləri var. Sifət nədir? Yəni Allaha məxsus olan sifətlər. Məsələn, Allah Subhanahu görür, eşidir. Allah Subhanahu əli var, Allah Subhanahu nazil olur. Bu sifətlərdə bunu təsdiq eləyirik. Quran və sünnədə nazil olduğu üçün təsdiq eləyirik. İkinci şey də odur ki, inkar eləyirik. Nə oxşarlığı inkar eləyirik. Məsələn, Allah Subhanahu nazil olur. Eləcə də insan enir, nə nazil olur. Amma insanın indiyi Allah Taala'nın indiyi kimi deyil. Allah Subhanahu tayı bərabəri yoxdur. Eləcə də Allah Subhanahu görür, insan da görür. Amma izləyə bilmərik ki, Allah Subhanahu insan kimi görür və yaxud da insan Allah Subhanahu kimi görür. Yox. Onun tayı bərabəri olmadığı üçün biz onu olduğu kimi qəbul eləyirik, deyirik Allah Subhanahu görür. Amma necə görür? Onu daha soruşmuruq. Nə cür görür? Onu daha soruşmuruq. Bu cürə soruşmaq olmaz. Haramdır. Eləcə də Allah Subhanahu əli var. İnsanın da əli var, heyvan da əli var. Hər yəni məxluqun əli var. Ancaq Allah Subhanahu əli və insanın əlinə oxşadırıq. Nə də ki, deyirik ki, onun əli necədir? Ancaq əli olmasını Quran və sünnədə nazil varid olduğu üçün təsdiq edirik, inkar eləmirik. Aydındır? Müsəlman firqələrinin çoxu da məhz əsma və sifətdə azıblar və firqə halına düşüblər. Onlardan bəzisi Allah Taala'nı iddia elədilər ki, təmizə çıxardırır. Bütün bu sifətləri inkar elədilər. Dedilər ki, yox, Allahın tayı bərabəri yoxdur, Allahın şəriki yoxdur. Ona görə əgər biz desək ki, insanın əli var, Allahın da əli var, artıq Allahı insana oxşatmış oluruq. Ona görə deyirik ki, Allahın əli yoxdur. Allah Taala görmür, Allah Taala eşitmir. Bu sifətlərin hamısını inkar elədilər Allah Taala'dan. Bunlar muattil adlanır. İkinci firqə də yarandı, bu firqədən də artıq qollar yarandı. İkinci firqə də yarandı, diyor. Bu ki, sifətlər ki, Quran və sünnədə varid olur, sifətlər dedikdə aydın oldu da, eşidirəm, görürəm, bu cürə sifətlər, Allah Subhanahu əli var, ayağı var. İkinci firqə də diyor, İnsanın da əli varsa, Allahın da əli varsa, demək bunlar biri-birinə oxşuyur. Və başladılar necədir axtarmağa və bunlar da yeni bir tayfa yarandı və bunlar da məhv olanlardan oldu. Amma əhl-i sünnə bunların iki firqənin də arasında orta məxrəcdədir, haqq yoldadır və Quran və sünnədə təsdiq olan sifətləri biz də təsdiq edirik, ancaq necədir, nə cürdür sualını vermirik. Çünki insan dərk eləyə bilmir. Ona görə İbn Teymiyənin gözəl bir sözü var, həmçə Şeyx İbrahim Ruheyli bizim şeyximiz həmçə bu sözü təkrar edir. Deyir ki, Əl-muattiləti ta'budul adəmə vəl-müşəbbəhətü ta'budus sanəmə deyir. Muattilələr heç nəyə ibadət eləmirlər. Heç nəyə ibadət eləmirlər. Nəyə görə? Çünki deyirlər Allahın əli yoxdur, Allah Taala'nın zatı yoxdur, Allah Taala'nın gözü yoxdur. Hər bir şey Allah Taala'nın hərəkətsiz, hər bir şey Allah Taala'dan inkar edirlər. Ona görə deyir, bunlar heç nəyə ibadət eləmirlər. Sonra da deyir ki, vəl-müşəbbəhətü ta'budus sanəmə. Müşəbbihlər isə bütün ibadət eləyirlər. Çünki Allah Taala hər şeyi oxşadırlar. Aydındır? Ona görə müsəlman onun boynuna düşən vacib məsələlərdən də biri budur ki, Allah Subhanahu Quran-ı Kərimdə və yaxud da Peyğəmbər sallallahu əleyhi və səlləm sünnədə bizə bəyan elədiyi ad və sifətləri
bu ad və sifətləri qəbul edirik, təsdiq edirik və demirik ki, necədir və yaxud da nə cürdür, oxşatmırıq heç nəyə.